Salam, xoş gördük, əziz, dəyərli, hörmətli izləyicilərimiz. Bugün də 31-12-ci ay 2025-ci ildə mən ümumi lider, Ulu Öndər, Heydər Əliyev TV kanalının təsisçisi Məlizadə Əli Qayımoğlu. Yenə də sizin qarşınızda. Bugün də sizə Ağdam rayon 1-ci Qarabağ müharibəsi şəhidlərimizi ziyarət etməyi, Ağdamın igid qəhrəman oğlanları haqqında danışmağı özümə borc bildim. Şəhidlərimiz haqqında nə qədər danışsaq da buna vaxt çatmaz. Çünki şəhid bir zirvədir, şəhid bir məktəb, oxuduqca doymayan bir kitab, gül qoxuyan, əvəz olmayan bir ətirdir, cənnətə gözəllik qatan bir cənnət mələyidir. Allah'ın dostluğu bu güzel ismindən biri şəhiddir. Size Azərbaycanın igid oğlu, Ağdamın milli qəhrəmanı, şəhidimiz Allahverdi Bağlıqdan biraz danışmaq istərdim. Şəhid Allahverdi Teymuroğlu Bağlıqın məzarı önündə dərin ehtiramla baş əydik. Allahverdi Bağlıq 1946-cı il 22 apreldə Ağdam rayonunda dünyaya göz açmış. 1990-cı il 22 iyun tarixində Ağdam torpağında şəhidlik zirvəsinə ucalan Allahverdi Bağlıq əslində ölümsüzlüyə qovuşmuşdur. Çünki vətən uğrunda canından keçənlər heç vaxt ölmür. Əzizlərim, Xocalı bu ad çəkiləndə insanın səsi titrəyir, ürəyi qan ağlayır. Xocalı təkcə bir şəhər deyil, Xocalı Azərbaycan xalqının yarası, sönməyən ağrısıdır. 1992-ci ilin o qədər günlərində düşmən insanlıqdan uzaq vəhşilik törədərkən körpələr, qadınlar, qocalar amansızcasına qətlə yetirilərkən Allahverdi Bağlıq ölümü gözlədik baxaraq susmadı. O, bu faciəyə laqeyd qalmaq olmaz deyərək vicdanın səsinə qulaq asdı. Allahverdi Bağlıq düşmənin əlində əsir qalmış yüzlərlə məxsus insanın, qadınların, uşaqların, qocaların xilas olunmasında misilsiz rol oynamışdı. Silahdan çox iradəsi, nifrətdən çox mərhəməti ilə tarif. Allahverdi Bağlığın adı Xocalı ilə birlikdə çəkiləndə biz yalnız döyüşçünü deyil, insanlığı qoruyan bir qəhrəmanı xatırlayırıq. Amma düşman bilmədi ki, bir zaman gələcək şəhidlərimizin qisası alınacaq, torpaqlarımız geri qayıdacaq. Vətən müharibəsində qəhrəmancasına döyüşən qardaşlarımız, şəhidlərimiz, onların da qanı yerdə qalmadı. Allahverdi Bağlıq kimi qardaşlarımızın sayəsində torpaqlarımız işğaldan azaddır. Qürurumuz qaytarıldı. Bayraqlarımız Qarabağ torpaqlarında dalğalandı. Çünki 1993-cü ilin oktyabrın 3-də keçirilən səsvermədə ümumi lider Ulu Öndər Heydər Əliyev kimi sərkərdəmiz, başçımız Prezident Azərbaycana gəldi. Heydər Əliyevin gəlişi ilə güneşli Azərbaycanımız yavaş-yavaş öz yerini tutdu, inkişaf etdi, igid qəhrəmanlarımız yetişdirildi. Allah ümumi lider Ulu Öndər Heydər Əliyevə rəhmət etsin. Qrupu qarşısında baş əydik. Allah ümumi lider Ulu Öndər Heydər Əliyevin davamçısı Ali Baş Komandan əvəz olmayan dəyərli cənab prezidentimizi bilirsin. Başımızın üzərindən eksik etməsin. Cənab İlham Əliyevin dəmri yumruğu sayəsində şəhidlərimizin qanı bahasına, qazilərimizin sağlamcaqlarının itirilməsinin sayəsində, Meçcan qardaşlarımızın sayəsində 30 il həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşduq. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Ruhlar qarşısında